qılınmamalıdır. Ayrəm, bura namaz əhli deyil, ayrəm. Daha doğrusu namaz təbliğ edilmir. Kur'an aydın deyir. Allah'ın hiçbir kəsin ibadətinə ihtiyacı yoxdur. İnsanlar deyir ki, Allah'ın bizə ihtiyacı yoxdur. İbadetin səmimiyyətini mənə, səmimi davranın deyir. Allah Teala bizdən səmimiyyət istəyir. Din əhli də deyir ki, Allah'ın ihtiyacı yoxdur, bizim ihtiyacımız var. Amma anlamır ki, Allah'ın sözünü vecinə almır, öz ihtiyacını istəyir. Allah bizə səmimiyyət istəyir. Din xadimləri də, namaz qılanlar da deyir ki, bizim buna ihtiyacımız var. Deməli, sənin dərindən düşünün. Allah'ın sözü sənin dalan piçki. Vecinə də deyil, mən istədiyim olsun deyir. Güt üstəyinlə oldu. Biz burada namaz təbliğ etmirik. İxtiyarımız yoxdur biz onu təbliğ etməyə. Allah'tan izin yoxdur bizə. Sizə var, bizə yoxdur. Vəssalam.